Gələn dəfə pot qapısı. Bu işarədir. Ha, şəhərdə zarafatsız. Onu göstərəcəm. Ha, tamam, yaş başlayaq da uzatma. Surxay əsnir işi. Bir dəqiqə bağlayıb gedəcək kameranı. Başlayaq abi. Efirdəsiniz. Bəli, dəyərli izləyicilər, biz keçid alırıq hara? Avropa Liqasına. Gördünüz bu formanın təmsilçisi. Bu cürə forma. Niyə geyinmişsiniz, niyə almışsınız forma bakıda? Forma bakıda bu formaları niyə almışsınız, geyinmişsiniz? Çünki Manchester United bu mövsüm Avropa Özü də buna baxın. Bu nəyəsə işarədir. Bunun hazırki yol aparır bura əgər qalib gəlsə. Qalib olmalıdır ki, gələn mövsüm artıq. Çünki çempionatdan yolumuz yoxdur ora. Yox, çempionatdan yolumuz yoxdur. Hələ keçən tur idi, ondan əvvəlki tur dəqiqləşdi ki, çempionatdan düşməyəcəksiniz çempionatda. Bu mövsüm biraz çətin idi, vəziyyət çətin idi. Amorimin komandası, dostlar, qayıdaq biz Avropa Liqasına keçid alaraq mövzumuza qayıdırıq və Manchester United Avropa Liqasında bu mövsüm ev sahibi olacaq Bilbao şəhərinin Atletik komandasının qonağı olacaq. Ora 2 dəfə gedə biləcəkmi Manchester United? Bir indi, bir də qismət olsa finalda. Yəni qismət deyəndə ki, bir dənə Bilbao'nu bu dəfə keçsə, növbəti səfər artıq final olacaq. Yəni çox yaxındır. Manchester United heç bir titula indiki qədər yaxın deyil Amorimə. Yəni nə FA Cup, nə İngiltərə Premier Liqası onların hamısından uzaq düşdü. Bircə FA Cup'da daha doğrusu Avrokuboklarda uduzmayan tək komanda statusuyla davam edir. Özdə sonuncu möcüzə var idi. Lyonla qarşılaşmanın son 2 dəqiqəsində vurulan 2 qol, yəni möhtəşəm bir şeydir. Maguire komandanı daşıdı yarım finala və 2 top fərqlə geridə idilər, 3 qol vurdular. Bruno Fernandes penaltıdan fərqləndi. 112-də geridə idi. Vurdu, ardınca Harry Maguire. Özdə maraqlıdır ki, hər iki qolun ötürməsini Carlos Casemiro verdi. 2 şad xəbər var, bir bəd xəbər var Manchester United adına. Diogo Dalot zədələndi. Bəd xəbər odur, eləmi? Bəd xəbər odur və böyük ehtimalla artıq bu mövsüm meydana çıxmayacaq. Şad xəbər odur ki, Matthijs de Ligt və Amad Diallo artıq zədədən qayıdıblar. Joshua Zirkzee zədəlidir. Lisandro Martinez yoxdur, əvvəlki kimi olduğu kimi. Bax, belə bir heyətlə Atletik Bilbao'nun qarşısına çıxacaq Manchester United. Əslində bu dörtlüyə baxanda bir çox mütəxəssis məhz Atletik Bilbao'nu favorit kimi göstərir. Digər tərəfdə Tottenham ilə Bodo Glimt var. Bodo Glimt artıq belə demək olar, öz boyundan yuxarı tullanıb. Çox hündürə tullanıb. Tarixini yazıb bəlkə də. Tottenham Liverpool yola verdi. Heyətini qorudu. Bir çox futbolçu həmin o matça sonradan daxil oldu. Bəziləri ümumiyyətlə heç oynamadılar. Son gün zədəlidir bu arada. Qeyd edeyim, Radu Draguşinlə birlikdə. Bilmirəm, Bodo Glimt'lə oynayacaqlar ya yox, amma Liverpool'la maçda zədəli kimi göstərir. Ümumiyyətlə, gəlin açıq danışaq ki, Avropa Liqasında Atletik Bilbao, Manchester United görüşü digər görüşü xeyli kölgədə saxlayır. Çünki bəlli qəhrəmanlar fərqlidirlər. Bir tərəfdə Williams qardaşları var. Sürətdə yarışmaq çətindir onlarla. Həm Nico, həm Iñaki Williams. Nico deyəsən, zədə aldığına görə deyəsən maçı buraxacaq, eləmi? Buraxma ehtimalı var. O tam dəqiq deyil məndə məlumat, amma amma yəni bir sözlə Atletik Bilbao da çox yaxşı hazırlaşıb çünki finalı evdə qəbul edəcək və oynamaq. 4 komandanın heç birinə asan olmayacaq məncə. Məncə Tottenhamə United-la müqayisədə daha asan rəqib düşür. Yəni Bodo Glimt yaxşı komandadır axı. Yaxşı komandadır. Yaxşı komandadır, amma gör necə oynayırlar. Başa düşdüm, amma yəni güc gələ bilər də, güc olaraq onlardan daha güclüdürlər, daha yaxşı heyətlər var. Amma Manchester United Atletikə baxanda amma Tottenhamın da problemləri məlumdur da. Müdafiədə etibarsız oyunu. Güclə keçdilər məsələn son oyunda. Yəni Eintracht'ı. Bəli. Dominik Solanke penalti qolu ilə keçdi. Yəni heç oyundan da qol vurmayıblar. Yəni penaltidən. Amma Eintracht çox güclüdür. Eintracht o da son illərdə bu turnirdə qalib olmuş komandadır və kifayət möhkəm kollektiv. 1-1 keçdilər. Bəli. Bodo Glimt Lazio necə keçdi? Onlarla penalti yəni Nikita var, qapçı, onun şov göstərdi. Nikita Xaykin. Həm şov göstərdi deyə, həm də Lazio futbolçularının uğursuz penalti zərbələri vardı. Onu da qeyd edirik. Bir sözlə alqışlamaq lazımdır. Bodo Glimt'i alqışlamaq lazımdır. Çünki onlar Tərlana da vuruladığı kimi
tarixlərin ən yaxşı nəticəsini yazmaqdadılar və boylarından çox-çox hündürə tullanıblar. Onları da bax bu mənada qeyd etmək lazım Norveçin Bodø/Glimt komandasını. Yer gəlmişə onlar bu mövsüm evdə Qarabağı düzmüşlər. Tamaşaçı tutumundan əhalisi azdır. Azdır, bəli. Bodø/Glimt elə şəhər də demək olmur. Şəhərci, bəli, qəsəbənin təmsilçisi kimidir. Amma yəni məsələ ortadadır. Faktlığına qalır ki, onlar Londona səfər edəcəklər və Tottenhamlə üz-üzə gələcəklər və onlar Tottenham səddini keçməlidirlər. Belə deyək. Qarabağın məğlub etdiyi Bodø/Glimt hal-hazırda Avropa Liqasında yarı finaldadır. Sahilə üçün. Axır ki, əri də neynədi? Öz istəyinə nail oldu. Və səsi, bax beləsinə, qadan qalın, buranı da özün təmizləyərsən indi. Biz davam edirik söhbətimizə. Erkən final adlandırmaq olar mı Atletik Bilbao, Manchester United oyunu? Erkən final adlandırmaq olar. Olar. Oradan mı? Mən belə düşünürəm ki... Tottenham'a haqsızlıq olmur mu? Yox, Tottenham'a haqsızlıq olmur. Tottenham ümumiyyətlə heç bir titul qazanmamış komanda kimi... Bilbao da belə İspaniyanın... Bilbao İspaniyada son illərə qədər Kral Kubokunu ən çox qazanan komandalardan biridir. Məncə 3-cü ən çox qazanan komanda. Ona görə onları gəlin ayıraq. Ümumiyyətlə Manchester United İspan klubları ilə biraz problemi var. Hər zaman tərs gəlir. Çətin. Sevilla. Amma bu il çox incidiblər. Saçıları keçdilər. Amma yəni Sevilla ilə problemlərini görmüşük. İndi Atletico Madrid, Barcelona, Real Madrid həmişə problem yaşadıblar. Elə vaxtı ikən elə Atletik Bilbao da Avrokuboklarda Manchester United-i keçmişdi. O problemli vaxtlarda. Görək bu dəfə bu komandaların duelində hansı tərəf üstün olacaq. Amma Tərlan bir daha xatırlatsın. Bu nəyəsə işarədir. Əgər belə formaların satılmasını istəyirsə Manchester United Avropa Liqasının qalibi olmalıdır. Bəli, bu yol, bax bu turnirdə yoxsa bu olmayacaq burada. Bəli, orada çətin məsələdir. Beləliklə dostlar, biz artıq videomuzun sonuna gəlib çatırıq. Maraqla izləyəcəyinizə inanırıq, güvənirik. Bizim Futbolistima YouTube kanalımızı izləməyi unutmayın dəyərli dostlar. Tərlan Şahinoğlu da bizim bu fikirlərimizə qoşularaq sizinlə sağollaşsın. Daha sonra mən sonda bir yekun fikrimi də söyləyim. Buyurun, Tərlan mənim söz sizdədir, qadan alın. Elə danışma da, qadan olmaz. Yaxşı. Nə deməliyəm ki? Heç nə sağollaşdı ya. Nə sağollaşır? Nə, sigiz? Sağ ol. Bu kökündən baltaladı. Formanı qadan alıram. Gözlə bir dəqiqə, sən forma baxın, formasını belə eləmə də. Qudursun, sənin forman deyir ki bu. Amma reklamını əvvəl elədim, nə? Elədik. Dəyərli izləyicilər, biz artıq bu videomuzun sonuna gəlib çatırıq. Son olaraq bu çəkilişdə bizə dəstək olduğu üçün və çəkilişə ev sahibliyi etdiyi üçün İsmailov Mediaya qurumuna təşəkkürümüzü bildiririk. Onlar bu yola yeni çıxsalar da çox iddialıdırlar və istər SMM xidmətlərindən, istərsə də video və foto çəkilişləri, bəli, çəkilişlərlə bağlı bütün sizin istəklərinizi yerinə yetirə biləcək potensialdadırlar. Elşən İsmailov şəxsən bizim dəyərli dostumuza bizə çox kömək olur o və Surxaya, Əliyə və Nigar xanımla təşəkkür edirik. Tərlan müəllim, sizə də çox böyük təşəkkürümüz var, çünki siz olmasa seçin olmazdı. Sağ ol, elə sənə də və izləyicilərimiz də təşəbbüskar kimi. Sağ olun, var olun və izləyicilərimizə də təşəkkür edirik ki, onlar olmasaydı ümumiyyətlə bu kanalın olmasına ehtiyac yoxdur və sizdən təbii ki, çoxlu rəy, bəyəni, bu like. işıq da olmasa biz görsənməliydik məsələn. Kamera olmasa çox sağ ol. Bizi çəkən olmaz. Uzadırsan söhbəti. Surxay indi oradan ad boyu verəcək. Dəyərli dostlar, sağ olun. Növbəti videolarda görüşmək ümidi ilə özünüzdən müğayət olun.